Bəli, axır ki, cibinizə uyğun kasıb variantı, bir dənə navesti, belə 3 otaqlı evimizin təqdimata gəlmişik. Evimizin dostlar, 3 otaqlı evdir, padvalına da girmək olur, üstü navesti, dövlət suyu var, artezan suyu var, işıq sayğacı, qaz sayğacı var. Baba, sayğaclar da buradadır. Belə bir ev, ən əsas su, suyun içi də var, dövlət də artezan da, 2 dənə də bakı var. Heç bir şey götürmür də, yəni baklar, zablar hamısı qalır. Padvala da girmək olur. Qoşadaşla tikilmiş evdir. Girdik belə bir koridor. Koridorun sağ tərəfinə mətbəxi salıblar. Yəni studiya formasında eləyiblər. Solda bir dənə belə bir qonaq otağı. Düzdür, otaqlarımız çox böyük deyil. Yəni normal yığcam otaqlarda, amma ən azından yəni 45 min manata dövlət suyu ilə, qazı ilə, işığı ilə olan ev, yəni dəyər, həqiqətən qiymətinə görə əla qiymətdir. Bu da ikinci otaq. Bir dənə də belə sanitar qovşağımız. Buyurun tələsin. 45 min. Yerləşmə yeri 160'ın son dayanacağına cəmi 400-450 metr məsafə, asfaltdan hardasa bir 100 metr aralıdır.